Değerli dostlar, değerli izləyicilərimiz, xoş gördük sizləri. Masazır qəsəbəsində 6 nömrəli məktəbin tam yaxınlığında asfalt yolun üzərində sizlərə 2 mərtəbə 5 otaqlı modern üslubda inşa olunmuş həyət evi təqdim edəcəm. Değerli dostlarımız, səhifəni bəyənib takip etməyi unutmayın. Videoya sonuna qədər zəhmət olmasa baxın. Geniş bir şəkildə evin ümumi üst fasadı ilə sizləri tanış edirəm. Damı paket şifer, mərtəbələr arası monolit beton, birinci mərtəbə monolit beton. Eyvan sahəsinə keçid etmək mümkündür. Gecə işıqlandırması üçün plafonlarına kimi vurulub. Həyət yanı sahə tarqovu daşlarla örtülüdür. Geniş bir şəkildə həyətinə bir neçə avtomobil daxil etmək mümkündür. Kanalizasiya sistemi mərkəzi, darvaza, jalüz qapı və kaletka qapı. Gül çiçək əkmək üçün həyətyanı sahənin sağ və sağ tərəflərinə nəzərdə tutulub yer qoyulub. Ümumi fasad görkəmlə sizləri tanış eləyirəm. Həyətyanı sahə üçün krantına kimi qoyulub. Məsafə qonşu tərəflə, yəni sağ və sol tərəflə yetəri qədər var. Evin yan tərəfi, bu tərəfi də sizlərə təqdim eləyim. 055 291 3565 mənim əlaqə nömrəmdir. Yerdən 6 daş kürsüdə inşa olunub. Pilləkən sahəsi ağlay daşlar və balyanslarla örtülüdür. Geniş bir şəkildə digər tərəfdən çəkiliş edirəm. Dəyərli izləyicilərimiz, çox gözəl həyət evi sizlərə təqdim edirəm. Evin içinə daxil oluruq. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Kermogranit olan sahələr istipolla üzlənilib. Pilləkənin alt sahəsində istipolun kollektori yerləşib. Beton piltələr ikinci mərtəbəyə qalxır tutacaqlarına kimi vurulub və üzərindən mərmər qranit daşlar örtülüdür, dəyərli izləyicilərimiz. 2 mərtəbə 5 otaq 135.000 manat. 135.000 manat təşkil edir. Qonaq otağı ilə sizləri tanış edirəm. Tavan sahəsi alçıban spot lampalarla işlənilib. Modern üslubda şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır. Birinci mərtəbə ümumi olaraq istipolla üzlənir, dəyərli dostlarımız. Yəni, qonaq otağı, mətbəx, yataq otağı və sanitar qovşaq istipoldur. Keçək sanitar qovşaqla da sizləri tanış edeyim. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı mövcuddur. Aksesuarların xəttinə kimi hər mərtəbədə atılıb hazır vəziyyətdə. Yataq otaqlarından biri. Bu sahənin işıqlarını da yandıraq. Pəncərəsinin qarşısı açıqdır. Evin arxa tərəfinə keçid etmək mümkündür. Mətbəx sahəsi çox gözəl dizayn edilib. Mətbəx sahəsi spot lampalarla işlənilib. Mətbəx meblinin yerləri aksesuarların xətlərinə kimi çəkilib hazır vəziyyətdə. Mətbəxdən evin arxa tərəfinə keçid etmək mümkündür. Arxa tərəfdə də yetəri qədər yerimiz var, sağ və sol tərəflərdə. Burada monolit betonla üzlənilib. Kombinin aparatının yeri burada nəzərdə tutulub. Cüt daşlı mərtəbələr arası monolit betonuna kimi vurulur. 055 291 3565 mənim əlaqə nömrəmdir. İkinci mərtəbədə isə 3 yataq otağı, 1 sanitar qovşaq yerləşir. Qalxağın ikinci mərtəbəyə. Kupçalıdır, evin də, torpağın da kupçası alınıb, hazır vəziyyətdə əldədir. Masazırda 6 nömrəli məktəbin tam yaxınlığında asfalt yolun üzərindən sizlərə 2 mərtəbə 5 otaqlı həyət evi təqdim edirəm. Real müştərilərə evimizin qiymətində indirim olunacaq. Dəhlizdəyik, ikinci mərtəbənin dəhlizdə işıqlandırma üçün gözəl şəbəkə pəncərələr qoyulub. Dəhliz vasitəsindən eyvana keçid etmək mümkündür. Geniş bir şəkildə dəhlizi sizlərə təqdim edirəm. Dəhlizdən tavana keçid, stil sistemi kombidir. Xətlərinə kimi atılıb hazır vəziyyətdə. Birinci mərtəbə istipol, ikinci mərtəbə radiator sistemi ilə təchiz olunub. Böyük bir kvadratlara malik yataq otaqları var. Dəyərli dostlarımız, aşağıdakı birinci mərtəbənin qonaq otağının eni boyu qədər yataq otağı var. 5 otaqlıdır, kupçalıdır. İstənilən asan xidmət və notarius mərkəzlərində alqı-satqı etmək mümkündür. İkinci mərtəbənin sanitar qovşağıdır. Pəncərələrin qarşısını heç bir maneə tutmur. Real müştərilərə evimizin qiymətində indirim olunacaq.
135 min manata bugünkü gündə bazarda təklif edilib dəyərli izləyicilərimiz. Bu qiymətə bazarda belə dizaynla, belə gözəl ikinci bir ev yoxdur. Səhifəni bəyənib like etməyi unutmayın. Hər gün səhifədə yeni evlər çəkilir və paylaşılır. Siz də mülkünüzü satmaq istəyirsinizsə, səhifədəki nömrə ilə əlaqə saxlayın. 135 min manata Kupcalı 5 otaqlı sizlərə həyət evi təqdim etdim. Gələn videolarda sağ olun, sağlıqla qalın.